Məgər Yezidin bu etdikləri zülm deyil idi? Məgər bu xeyir iş idi? Hansı vicdanlı və qeyrətli bir şəxs, hələ dinin demirəm, şəxs olaraq, müsəlman ya qeyri-müsəlman olaraq yox, hansı qeyrətli və vicdanlı olan bir şəxs Hərrə faciəsini görməzdən gələr? Orada təcavüzə məruz qalanlar məgər bizim ana bacılarımız deyil idi, müsəlman qadınları deyil idi və yaxud da orada öldürülənlərin 100-ə yaxını Peyğəmbər sahabəsi deyil idi. Başqa sözlə desək, İmam Hüseyin əleyhissalam hakimiyyət üçün qiyam etmiş olsaydı, 35 min nəfərlik qoşunun müqabilində 72 nəfərlə və bunun yanında 6 aylıq körpəsindən tutmuş 3 yaşlı qızı xanım Rüqəyyə və ailəsi ilə gələrdi. Məgər İmam Hüseyin əleyhissalam bilmirdi ki, 72 nəfərlə 35 min nəfərin müqabilində zahirən dayana bilməyəcəkdi. Aşkar şəkildə bəyan olur ki, İmam Hüseyin əleyhissalamın qiyamı Allah və Rəsulunun buyruğuna əsasən, Allah və Rəsulunun əmrinə uyğundur. Nəinki müvafiqdir, hətta Allah və Rəsulunun əmridir. İmam Hüseyin əleyhissalam canını fəda edərək dini qorudu. Bütün bunlar Yezidin necə bir xəbis və necə bir rəzil bir şəxs olduğunu və İmam Hüseyin əleyhissalamın necə bir qəhrəman olduğunu və Allah yolunda ilahi qanunların təhrifdən qorunması üçün öz canını, ailəsini 6 aylıq körpəsindən tutmuş ələmdarı Həzrət Əbəlfəzl Abbasa qədər fəda etməsini bəyan edən aşkar, günəş kimi aşkar olan bir dəlillərdir.